Bu kənd həyatını bilmək böyük bir şeydir. Belə bir Naxçıvanda söz vardı ki, çobanın könlü olsa təkədən pendir tutar. Çünki təkə sağılmır. Hayvanın sütü yoktur. Pendir tutmak da mümkün değil. Ama der ki, çobanın meyli olsa təkədən pendir tutar. Əskər çayıdır, değil mi? Əskər çayı tatlı olur. Əskər yeməkləri həmişə çox ləzzətli olur. Ben geçmişte bu KGB'de işlediğim zaman, o general olduğum zaman zastavalara giderdim. Zastava borşu kimi lezzetli borş hele ben yememişim indiye kadar. Çok lezzetli olur. Hiçbir yerde o yüzden borş hazırlayabilirler. Naxçıvanda var, bazı adamlar derler ki Arakel eşkil çekenin hamısına Arakel değil. bir neferi bir gün Naxçıvandan gelir Bakıya, sonra qayıdıb gəlir, deyirlər ki, danış görək nə var nə yok, ne elədin, hara getdin, nə elədin, deyir, getdim oraya, getdim bura, nə bilim, tiyatra getdim, pazarı belə gördüm, mağazanı belə gördüm, sonra dedi, getdim, girdim Arakel'in yanına, yaxşı bir şilmi çək. Şimdi şilimi çəkdirdi. Çoxlar elə bilirdi ki, Arakel bunun adı değil, Arakel şil çəkənə. İşin yoktu, ev yoktu. O yandırsın, sen ne işin var? Benim için hoştu bu tüstü. Uşaq vaxtında mənim də anam elə sacın üstündə həmişə mənə lavaş pişirərdi. Mən bunların hamısını görmüşəm. Belə ocağın başında mən çox oturmuşam. Mənim üçün qəribə bir şey deyil. Buna narahat olmuyor. Siz də toya hazırlaşırsınız. Yadınızdadır o akşam olan operettası. 3 manat pul, bir kəllə qan və salam kəbin kəzildi. Naxçıvanda buna dişləmə çay deyərlər. Bilirsiniz dişləmə çay nədir? Dişləmə çay ondan ibarətdir ki, bir boğaza şey qant koysan ağzına, bir yeke istesen çay içirsən. Bu otun adı kəhli otudur. Çay da kəhli otudur. Ama başında bana kək otu çay deyil. Necə kək? Bir şey yok. Kəhli otur. Bildin? Kəkli yiyir də bu otur, ona görə mənə. Bəli, bu kəhli yiyən otur. Ona görə bundan sonra böyle siyasi səhv bırakmıyor. Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxırdı. Və heç kim ona qalib gələ bilməmişdir. Və 87, 90-cı, 91-ci illərdə o müvəqqəti məğlubiyyət əslində məğlubiyyət deyildi. Əslində o yeni güclə, yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı.